Doktor, uşaq hər payız qışda xəstələnirsə, bu normaldır. Qarşısını necə ala bilərik? Təbii ki, hər bir valideyn istəyir ki, körpəsi uşağı xəstələnməsin, ümumiyyətlə qrip tutmasın. Bunun üçün təbii ki, müəyyən qaydalar vardır. Əl gigiyenası, otağın ümumi havalandırması, viral təmas, infeksion xəstələrlə təmasdan qaçınılması, həmçinin də şəxsi gigiyenaya, xüsusilə diş sağlamlığına diqqətli olmaq. Amma unutmayaq ki, 6 yaşa qədər uşaqların immun sisteminin formalaşmasında viruslarla kontakt vacibdir və bu kontakt olduqca orqanizmdə antitellər yaranır, orqanizm qorunur, müdafiə olunur. Ancaq balanslı qidalanmağa diqqətli olmalısınız. Uşaqlar yetərli qədər su qəbuluna diqqət etməlisiniz. Həmçinin də uşaq süfrəsində rəngarəng bitki və məhsulların çeşidliyi, ət məhsullarının, balıq və toyuq məhsullarının doğru proporsiyonda qəbul edilməsi və uşaqlara abur-cubur, xüsusilə də fast food qidalardan uzaq tutmalıyıq ki, onların bağırsaqlarını qoruya bilək və unutmayaq ki, uşaqlar hər xəstələndiyi zaman antibiotik müalicədən qaçınmaq lazımdır. Çünki hər xəstəlik, hər viral infeksiyada antibiotikə göstəriş yoxdur.